Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Rəşad İlyasov xalq artisti Zeynəb Xanlarova ilə bağlı paylaşım edib. Xəbər verilir ki, Rəşad İlyasov Zeynəb Xanlarova ilə yeni fotosunu paylaşıb. O paylaşıma dünyanın Zeynəbi şərhini yazıb. Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə nəvəsinin toyunda görüntülənmişdi. Həkim terapevt Gülarə Xəllova vəfat edib. Xəbər verilir ki, bu barədə Abşeron rayon mərkəzi xəstəxanası məlumat yayıb. Bildirilib ki, Abşeron rayon mərkəzi xəstəxanasının tabeliyində fəaliyyət göstərən Xırdalan Ailə Sağlamlıq Mərkəzinin həkim terapevti Gülarə Xəllova dünyasını dəyişib. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik.